Hə. Birinci sual deməli burada 3 bucaq bərabərsizliyidir. Bunu götürək belə. Hə. Burada nə olurdu? Birinci sualda deməli 2 tərəfi verib 12.5, bir də verib 6.8. Üçüncü tərəf soruşur. Biz bildik ki, deməli 2 tərəfin fərqindən böyükdür üçüncü tərəf, cəmindən də balacadır. Hə, bundan buna çıxanda nə qədər qalır? 5.7 qalır, səhv eləmirəmsə. Bunu da toplayanda 19.3 eləyir. İndi bizə nə deyir? Deyir, ən böyük tam qiymət, o da 19-dur. 19.3-dən balaca qiymət hansıdırsa, odur. Belə. 2. İti bucaqlarından biri 40 olan düz bucaqlı üç bucağın digər iti bucağı. Bir bucağı əgər 40 dərəcədirsə, bura 90 olduğu üçün bura məcburən 50 qalır. Yəni 180-ə tamamlayır. Oldu. O birisi 2 sualda eynidir. İndi burada bir məsələ var. 4-cü sualda 2 dənə bucağının cəmi 124-sə, o birisi də 56 olmalı ki, cəmi 180 eləsin. 3 bucağın. Aydındır. Bunlar asandır. Burada bir problem yoxdur. Nəsə sualınız olanda verin. 6-cı sual falan asandır, amma bir dənə qeyd eləyək, baxaq. Altıda 2 tərəf 13 ilə 11-dir deyə toplayırsan, alırsan 24. İndi 39-dan da 24 çıxırsan ki, 3-cü tərəf tapasan, o da eləyir 15. Bu qədər. 7. Hipotenuz 13-dür. Katetlərdən biri 12-dir. Pifaqor teoreminə görə x-in kvadratı üstə gəl 12-nin kvadratı 13-ün kvadratını verir. Bu olur 144, bu da olur 169. Çıxanda qalır 25. Nəyin kvadratı 25-dir? 5-in. Hə, bu sual idi da. 5. Bu qədər. Bu sualda aşağıdakında. Bura 70-dirsə, qarşı bucaq da 70-dir. Bura 40-dırsa, bura da 40-dır. 70-40, 110. Onda burada 70 qalır ki, 180 eləsin. Bura 70-dirsə, avtomatik burada 70 qalır. Cavab olur B bəndi. Problem yoxdur? Eyni sualdır, keçək ayına. On birinci sualda deyir ki, perimetri 38 olan bərabər yanlı üç bucağın, bir dənə bərabər yanlı üç bucaq çəkdik, oturacağı paralel orta xətti 6-dır. Buranı 6 veribsə, orta xətt 6 olanda oturacaq 12 olur. Düzdürmü? Perimetrdə 38 olmaz üçün 38-dən əvvəl 12 çıxıram, qalır 26. 26-nı da 2-yə böləndə 13 bu yana qalır, 13 isə bu yana qalır. Oldu mu? İndi keçək C. Burada 12-də C bucağını soruşur. Birincisi, bax, istəyirsiniz ki, bunu belə biraz böyüdüm, belə izləyim. BAD-ni 17 verib, buranı. CAD-ni 48 verib. C bucağını soruşur. Oturacağı AB-dir, bərabər yanlıdır. İndi bura option nə qədər olur? 65. 65 isə bu yanda 65 qalır. Çünki bərabər yanında oturacaq bir şey eynidir. Onda yuxarı, bəli, 50 dərəcə qalır ki, 180 eləsin. Yəqin ki, başa düşdünüz. 13. Əslində asandır, amma yazaq. Deməli, bucaqları 4K, 5K, bir də 9K-dır. Cəmi 180 olmalıdır.
18K 180 dərəcədirsə, K-mız olur 10. K-mız da 10-dsa, deməli 40, 50, 90. Ən kiçik 40 alınır. Yəni 4 vuran 40. Aydınmı? Bunlar asandır. Burada problem olmaz inşallah. 15. Bir neçə yolla yazmaq olar. İncə belə eləyək. 100 bura, 48 bura. Bura qalır 32. 32, 50 oldu 82. 82 isə bura 98 olmalı ki 180-i versin. Düzdürmü? Yəni buradakı 3 bucaqla götürsən də, böyük 3 bucaqla. Nəysə bilməyəndə soruşun. 17 asandır. 17-də deməli 2 bucaqların cəmi 90 olmur. Biri 90-dır. 2 bucaqda 90 olmalıdır. Ona görə nə edəcək orada? Mən buranı götürüm. Hə. Burada 17-də biri əgər x isə, o birisi bundan 4 dəfə böyükdür. 4x. Bu 90-dırsa 5x. 90. X nə olur? 18. Böyük iti bucaq 4 vur 18 olduğu üçün, yəni bura 4-ü 18-ə vuranda 72 dərəcəni verir. Oldu? DAB-ni soruşur. DAB-də bura 55 isə bunun qonşusu elə bil 125 qalır. 125-in üstə 45 gələndə 170 edir. Onda bura 10 qalmalı ki 180 olsun. Düzdür. Bir dəqiqə bunları biraz ölçüsünü dəyişim. Asan suallardan olsa. Bərabəryanlı 3 bucağın perimetri 84-dür. Bir dənə bərabəryanlı çəkirik. Yan tərəfi oturacaqdan 1.5 dəfə böyükdür. Yəni, oturacaq x isə yan tərəf 1.5x-dir. Perimetr neçə x olur? 1.5, 1.5, bir dənə də x. 4x əgər 84 isə x-imiz olur 21. Üst-bucağın oturacağı da elə x olduğu üçün 21 düşür. 22. Bərabəryanlı üçbucağın xarici bucaqlarından biri 60 dərəcədir. Yəni, misal üçün, belə deyək də, bura 60 dərəcədir, tutaq ki, çöldəki. Onda içəriyə 120 qalır da qonşusu. Bu da bərabəryanlı olduğu üçün 180-dən 120 çıxırsan 60, bura qalır 30, 30. Deməli, nəyə soruşurdu orada? Hə, bucaqlar. Daha bənd. Aydındır. Belə. Biz 24 ayda yazdıq, 25 ayda yazdıq bayaq. 26 tərəfə baxaq. Hə. X-in kvadratı üstə gəl 1-in kvadratı kök alta 5-in kvadratını verir. Yəni, x kvadratı üstə gəl 1, bərabərdir, kvadrat olanda kök gedir. Bunda x kvadratı nə qalır? 4, x nə olur? 2. Belə. Keçsik 28-ə. Əslində, belə qısa qayda ilə deyə bilər ki, üç bucağın bir xarici bucağı özü ilə qonşu olmayan iki daxili bucağın cəmidir. 110. Aydındır. Belə də istəsəz taparsınız. Yəni 60, 50 sonra 110, bura qalır 70. 70-in də qonşusu yenə 110 edir. Ürəyiniz necə istəyir, elə də tapa bilərsiniz. Oldu. Burada deyir, üstbucağın iti bucaqlarından biri 80-dir. Digər neçədir? 10-dur.
Düzdür? İndi bura baxaq. Bax, alfa 8-ə baxır. Yəni, ən böyük tərəfə ən böyük bucaq baxır. Ən kiçik tərəfə də bucaq baxır. Deməli, ən kiçik qammadır, ən böyük alfadır. Ortaya da nə qalır? Beta. Variant hansı olur? B variant. Fikrim çatdı? Kiçik bucaq qarşısında kiçik tərəf dayanır, böyük bucaq qarşısında böyük tərəf dayanır. B bucağını tap. Bura 70 isə, burada 70-dir, qarşı bucaq. Bura 60 isə, burada 60-dır. 70, 60, 130, 50 qalır bura. Fikrim çatdı? 180 olmalıdır, elə bil. Belə. 35-də cavab nədir sizə? Bu qədər. Çünki xarici bucaq özü ilə qonşu olmayan iki daxili bucağın cəmidir. 50 ilə 70-in cəmi 120 edir. Aydındır? AMC-ni 70 verib. AMC. Bura 70'dir. Buranı özü 90 verib. 70-90. Burada 20 qarşı 180 olsun. Bu 20-dirsə, tənbələn olduğu üçün burada 20 qalmırmı? Bəli. Bizdən CAB-ni soruşur. CAB nə oldu? Ümumi. 40. Yəni A variant. CAB ümumid də, elə bil. CA belə B. Göy yazımda. Belə. 39-da cavab nədir? Şifahi tapa bilərsin. 25. 70-dən 20 çıxırıq, elə bil 50 qalır. O da bərabər yanlı olduğu üçün 50-nin yarısı bu yana, yarısı bu yana. 25, 25 alınır. 41. AC-ni verib 16. Bu orta xəttdə olduğu üçün bura nədir? 8. Orta xəttdə olduğu üçün buranı 6, 6, buranı da 7, 7 bölüb. Deməli, bizdən BM-nin perimetrini deyir. 6, 7, 8, 21 olur da, deyəsən. Düzdür? Eyni sualdır. Aha. Burada bölgü belə idi. Yəni, misal üçün, sağ tərəfdə 5 varsa, hamısı 5, 5, 5 bölünür paralelliyə görə. Burada isə 6-dırsa, 6, 6, 6 bölünür. Cavab olur 11. Fales teoreminə əsasən. Aydın da? Yəqin ki, bir problem yoxdur. Eyni sualdır. Keçək bu yana baxaq. Aha. Medianlar kəsişmə nöqtəsinə birincisi. Biz nə deyirdik? Bu M-ə deyirdik biz. Adı nə idi bu M-in? Bəli, M-ə deyirdik ağırlıq mərkəzi. Ağırlıq mərkəzində biz bilirik ki, bunlar 1-in 2-yə nisbətində bölünürdü. Yəni, misal üçün, bura K-dırsa, bura 2K, bura M-dirsə, bura 2M, bura N-dirsə, bura 2N olur. İndi sən deyir, hansı doğrudur? Birincidə BM böl, BK verir 1 böl 2. BM şəkildən bir dənə baxın, görün. Neçədir? 2M, BK nədir? 3M. Demək, bunun buna əlaqəsi yoxdur. 2 bölü 3 alınır. B variantı AM böl MF. AM 2K verilib, MF nə verilib? 1K. 2 böl 1K. 3 böl 2-ni vermir. Nə variantı? D variantı bəli, düzdür. AM çünki 2K'dır. AF ümumi olduğu üçün, yəni AF burada da ümumi 3K. 2 bölü 3 nisbətini ödədi. Bir də orada yadınızda saxlayın. Nəyi? Ağırlıq mərkəzində kəsişmə olanda böyük tərəf təpəyə qədər olan hissədir. Yəni, misal üçün, baxın bura. Mərkəzdən təpəyə olan uzun olur, tərəfə gedən qısa olur. Fikrim çatdı, yəni o bölgünü biləsiniz, hansı 2K'dır, 1K'dır. Onun şəkildə həmişə görmək olmur. Eyni sualdır. 47-yə baxaq. B bucağı 50 verilib. AB ilə BC bərabərdir.
AC ilə də AD bərabərdir. İndi bu bərabər yanlı olduğu üçün 180-dən 50 çıxırsan birincisi. Nə qalır? 130. 130'un yarısı bura düşür. Ümumi 65 də bura düşür. Mən indi 65 yazmıram ora. İndi başqa bir məsələyə baxaq. Əgər 65'ə baxan buradırsa, bərabər tərəfi olduğu üçün burada 65'ə baxan bucaq sayılır. Düzdürmü? Eyni tərəflərə eyni bucaqlar baxır da. 65, 65, 130. Bura nə qalır? 50. Bura option 65 olması üçün burada nə qalır? BAD nə oldu? Oldu mu? Yəqin başa düşdünüz. Tərəfləri 7 və 15 olan bərabər yanlı üçbucağın perimetrini tapın. İndi belə bir şey deyək. Tərəfi 7 və 15 verib. 2 dənə şansımız var. Ya 7, 7, 15 olur, ya da 15, 15, 7 olur. Burada cavab 15, 15, 7'dir. Yəni perimetr 37 olur. Səbəb nədir? İndi mən sizə göstərim. Tutaq ki, bura 7, 7, 15 olsaydı, biz demişdik ki, üçbucağın üçüncü tərəfi iki tərəfin fərqindən böyük, cəmindən kiçik olmalıdır. Bu ödəmir axı. 14'dən balaca deyil ki 15. Demək bu yanlışdır. Amma burada fikir ver. 15 çıx 15'dən böyükdür 7. 15 üstə gəl 15'dən balacadır. Yəni 0'dan böyükdür. 30'dan balacadır. Fikrim çatı? Belə. Ona görə də cavab 37 olur. Burada 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. 4. Bura 30, bura 90 ise bura 60 qalır. 60'ın qarşısındakı katet isə digər katetin kök altda 3 əhalisinə bərabərdir. Oldu? Oldu. Alttaki suala aid bayaq yazmışdıq. Fikir verin bura. 5, 5, 7, 7. Demək bu orta xəttiymiş. Orta xətt isə ora 4 ise bura 8 qalır. Aydın oldu. 54'e baxaq. Burada deməli AD ilə DC 6'dır. Perimetr ABC 32'dir. 32'dən 12 çıxanda 32'dən 12'nin çıxdıq 20. Bu bərabər yanlı olduğu üçün 10 bir yana, 10 da bir yana qalır. Düzdür? İndi bərabər yanlı olduğu üçün bu median həm də nədir? Dən bölən. Həm də hündürlük. 10'un kvadratı 100, 6'ın kvadratı 36. 100'dən 36 çıxdın 64. Nə kvadratı 8. B'dən tapdıq 8. Oldu. Bu da belə. Yəni baxaq görək bu nə sualdır. Aşağıdakı qiymətlərdən hansını ala bilməz? X. X aşağıdakı qiymətlərdən hansını ala bilməz? Gəl deyək də. Bu 65 isə, bunun qonşusu nədir? 115. Düzdürmü? Hı? 115 alınır da 180 olmaz. Hansı ola bilməz? Onu deyirsiniz. İndi belə deyək də, bəli. Ora niyə 105 olmur? Çünki bir dənə belə bir şey deyim də. Bura alfa yazsam, tutaq ki, üç bucağın, iki daxili bucağı, xarici bucağın cəmidir. Yəni bura alfa üstə gəl 115 olmalıdır. Yəni belə çıxır ki, x 115'dən böyük bir şeydir. 115'dən böyükdə 105 olmur. Düzdür?
Hə, belə. 56-ya baxaq. X-i verib 71. İndi Y plus Z soruşur. İndi bir dənə bir şey deyim sizə. Buraya 71 isə qonşusu neçədir? Deməli, bu parçada xarici bucaqlar bunlardır. 3 60 olmalı deyil hamısı bir yerdə. Yəni, elə bil ki, Z, Y və 109 hamısı bir yerdə 360 olmalıdır. Bunda çıxanda nə qədər qar? 251 dərəcə. Oldu bu. Aydındır. Burada hansı sual idi? 57-yə baxaq. Tam bölən median hündürlüyü düsturu. Nə idi? A köhtü 3 bölü 2. Yəni 18 köhtü 3'ü köhtü 3'ə vurub 2-yə böləsən. Bu da 18-i 2-yə 9, köhtü 3'ə köhtü 3 qalır. O da alınır 27. Aydındır. Bu düsturlar bilin. Median tam bölən hündürlük. 59. Onsuz da buradan görsənir ki 30'un qarşısı buradır. Niyə? 30'un qarşısındakı katet pitonuzun yarısıdır. Onda bura neçədir? 60. Onda bura 60'ın qabağı A köhtü 3'dür. Deməli A nədir? Qutardı getdi. Aydındır mı? Bu qədər.